Münasib qiymətə, əşyalı, təmirli, kupçalı 3 otaq axtarırsınızsa, ekrana yaxın oturun. Giriş hissəsinə təqdimata başladım. Belə gözəl, geniş, fərah giriş hissəsi var mənzilimizin. Qanun 3 otaq, sənət kupça, bir-bir sizə otaqları təqdim edeyim. Leningrad layihəsidir. 5 mərtəbə Leningrad layihənin yerləşir 3-cü mərtəbəsində. Orta blokdur, orta mənzildir və orta mərtəbədə yerləşir. Mənzilin bütün xüsusiyyətləri müsbətdir. Geniş, işıqlı, gözəl abad məhəlləsi, pulsuz parkingi. Məhəllə ilə bağlı sonda video görüntülər sizlə paylaşsam, zal hissəsinə keçid eləyək. 5-in 3-ündə Leningrad layihədə 80 kvadrat, 3 otaq, tam əşyalı, dolu, mebellər və elektronikalar hamısı qalacaq. Mənzilin qiyməti qeyd olunacaq. Mənzil çox münasib qiymətə satılır. Bir daha qeyd edirəm və bütün əşyalar qalacaq. Keçək digər otaqlarımızda sizə bir-bir təqdim edeyim. Yelçəkən proyektə sahib olan Leningrad layihəsidir. 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Bir-bir otaqlar sizə təqdim edeyim. Bu gördüyünüz hissədə mənzilin qardırop hissəsidir. Dərindir. Bütün əşyaları asanlıqla oraya yığa bilərsiniz. Sanitar qovşaq olan hissəsini təqdim edirəm. Üst hissədə qeyd edeyim ki, 1 tonluqda su çəni mövcuddur. Burada hamam hissəsidir. Gördüyünüz kimi təmirli, səliqəli bir mənzildir. Bir daha xatırladıram ki, mənzilin sənədi kupçadır, alqı-satqı tam hazırda və dolu şəkildə satıldığı üçün açarı götürün, yaşayın. Mənzilə heç nə almağa ehtiyac yoxdur. Elektronika və mebellər hamısı qalacaq. 5 mərtəbə Leningrad layihənin 3-cü mərtəbəsi, qanuni 3 otaq, sənəd, kupça, yelçəkən proyekt, orta mənzil, orta blok. Mənzilimiz harda yerləşir? Mənzil yerləşir şəhərə, Bakının mərkəz hissələrinin 15-20 dəqiqə maşınla məsafədə, Qaradağ rayonunda Meyvəli, Binə, Sədərək ticarət mərkəzlərinin yaxın Lökbatan qəsəbəsində 233 saylı məktəbin yanında. Mənzilin qiyməti də qeyd olunacaq. Mənzil haqqında ciddi fikri olanlar mənimlə əlaqə saxlaya bilərlər. Sonda da mənzilin məhləsini göstərirəm. Mənzil məhləsini görürsünüz, çox gözəl, işıqlı, rahat, belə bir geniş məhəllə hissəsi də var. Mənzilin məhəlləsinə böyüklər üçün, kiçiklər üçün hər bir şərait qurulub. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.